Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Bugün biz yenidən Birsi proqramının dərs videoları ilə davam edirik. Bugünkü mövzumuz ambar adlarının qeydiyyatı olacaq. Keçən dərsimizdə müəssisə adlarının qeydiyyata alınması və uçota alınmasını icra etdik. Bugün isə ambar adlarının qeydiyyatından danışacağıq. Çünki bir müəssisənin adı qeydiyyata alınır, məhsulları qəbul olunması üçün ambar adları qeydiyyata alınmalıdır. Depo adları, məhsullar yığılan ambar adları, filiallara görə adlar ola bilər və ambar çotumuzu aparanda hansı ambarda nə qədər malımız var onu görmək və seçmək üçün ilk öncə məhsul qəbul etdiyimiz ambarların adlarını da qeydiyyata almalıyıq. Bunun üçün yaxın oturun, başlayırıq. Ambar menüsünə daxil oluruq. Yəni ekranda gördüyünüz kimi bir neçə sxemaya daxil ola bilərik. Yəni hər yerdən rahat olması üçün giriş vardır. Müəssisə menüsündən də ambarlara biz daxil ola bilərik, ekrandan da daxil ola bilərik. Yeni başlayanlar üçün ən yaxşısı sıfırdan ambar menüsündən davam etməkdir. Çünki burada hər biri daha açıq, aydın şəkildə görünmüşdür. Aşağıdan ikinci ambarlar saxlama yerlərinə daxil oluruq. Və keçən dərsdə biz demişdik ki, yeni səhifələrin açılması üçün, yeni qeydiyyatlar üçün əlavə et vurmalıyıq. Əlavə et vurduqdan sonra açılan blankda xanaları doldururuq. Adı qarşısına ambarın adını yazacağıq. Bu ambar adında, məsələn, bura biz un məhsullarını yığdığımız ambar olduğu üçün bu adı veririk. Məsul şəxs, bilirsiniz ki, hər ambarda ambardarlar olur. Kimdir cavabdeh şəxs, sifarişi qəbul edən, məhsulu buraxan, ambar aktları hazırlayan və s. Burada bizim tələbələrimizin praktik dərslər zamanı qeydiyyata aldığı ambardarlar var. Əgər siz də özünüzün yeni ambardarınız burada qeydiyyatda yoxdursa, sizdən öncə işləməyibsə, siz işə yeni başlamısınız, proqram da yeni yazılıbsa, özünüz yeni ambardarı qeydiyyata ala bilərsiniz. Bunun üçün əlavə et daxil oluruq və adı qarşısından ambardarımızın ad soyadını yazıb aşağıdan OK vurmaqla qeydiyyata alırıq. Gəlib seçirik və şöbəyə gəlirik. Şöbə, ambar çotunu aparan şöbə hansı şöbə olacaq? Biz keçən dərs mühasibə bölümcəni yaratmışdıq və ona görə onun şöbəsi yoxdur. Hal-hazırda daxilində yeni şöbə yaradacağıq. Yeni şöbə nədir? Ambar çotunu aparan şöbə. Mühasibatlıq şöbəsi ola bilər, alış şöbəsi, satış şöbəsi, marketoloq şöbəsi, HR, kadrlar və s. marketinq və s. Bu kimi şöbələrimiz ola bilər. Ambar çotunu da aparan şöbə daha çox alış-satış şöbəsi, misal üçün biz nümunə adlar qeyd edirik. Sizin şöbəniz hansı olacaqsa onu qeyd edə bilərsiniz. Əlavə et vururuq və buradan şöbəmizin adını yazırıq. OK vururuq. Düşür bura. Üzərində 2 dəfə vururuq. Seçməyə, yəni üzərində 2 dəfə vurmaqdır. Seçdik yaratdığımız şöbəni, aşağıdan yazmaq, OK vururuq və məhsulumuzun qəbul etməsi üçün ambarımız da hazır olmuş olur. Deməli, ambar adlarını qeydiyyata aldıq. Müəssisəmiz var, şöbəmiz var, ambar adlarımız var. Artıq ambara məhsulu qəbul etmək üçün xidmət və ya məhsul adlarını da qeydiyyata almalıyıq ki, artıq mədaxil edəndə bazada həmin adlar olsun ki, biz onları götürə bilək. İndi növbəti daxil oluruq. Ambar menüsü, nomenklatura başlığı və burada papkalara baxırıq. Siz bizim ötən dərs videolarımızı, əməliyyat jurnalı videosu izləmişsinizsə, orada biz bu papkaların adlarından, aid olduğu kodlardan danışmışdıq. Avadanlıq 111, hazır məhsul 204, mallar 205, materiallar 201, xidmətlər 601. Sizin məhsulunuz və ya xidmətiniz, işlədiyiniz şirkətin istifadə verdiyi və aldığı məhsullar hansı olacaqsa, həmin papkaya daxil olacaq. Yəni biz buna müvafiq papka deyirik. Müvafiq papkaya daxil olacağıq. Mallar papkasına gəlirik və bunun da daxilində papkanın gördüyünüz kimi bir çox nümunə tələbələrimizin dərslər zamanı işlədiyi məhsul adları var. Əgər siz yeni bir məhsulu yaratmaq istəyirsinizsə ki, yeni siz onun satışını, alışına başlamısınız, bu məhsul adı qeydiyyatda yoxdur. Deməli, bu olacaq məhsul adlarının qeydiyyatı. Bunun üçün daxil olursunuz əlavə et menüsuna, baxırıq, xana ilə bir tanış oluruq səhifə ilə və bizə tələb olunan sətirlər üzrə adlarımızı qeyd edirik. Un məhsulları ambarına biz nə yığa bilərik? Məsələn, elə un, çörək, şinyatlar və s. un məhsullarına aid olan malları biz bura adlarını qeyd almaqla yığa bilərik. Birinci ilə un olsun.
Gəlirik, ölçü vahidi kiloqram olacaq. Sizin məhsulunuz hansı ölçü vahidi ilə çəkilir, istifadəyə verilir, satışa verilir, ambara qəbul edilir və ya çıxarılır. Əgər sizə lazım olan bir ölçü vahidi də burada yoxdursa, əlavə et vurmaqla yaradıb, təsdiq edib və seçə bilərsiniz. Əgər məhsulunuz, gəlirik bura, ölçü vahidini seçdik, xarici ölkədən alınarsa, yol gömrük bəyannamə nömrəsini və mənşə ölkəsini seçirsiniz. Yox, yerli məhsuldursa bunlar seçilməyəcək. Seçiliksə hər ikisini, seçmiliksə heç birini. Hər hansı birini seçərsə sizə üçün aşıbqa verə bilər. Və məhsulların alış-satışında, ambara qəbulunda qiymətin avtomatik çıxması üçün qiymətə başlığına daxil ola bilmirəm, aktiv deyil. Aktiv olması üçün aşağıdan, baxın, yazmaq vururuq, OK vurmadan. Qiymətlər başlığı aktivləşir. Burada məhsulun alış qiyməti birinci xana, satış qiyməti ikinci xana. Birinci xanaya daxil oluruq, məsələn, olsun 1 manat, satış qiyməti olacaq 3 manat. Seçdik, yazmaq, növbəti başlıqlar istehsalat menyularının istifadə olunan başlıqlardır deyə biz mərhələli, hissəli öyrənirik deyə kifayət edir ki, sıfırdan başlayanlar üçün bu məlumatları bilmək, məhsul adlarını qeydiyyata almaq. Yazmaq OK vurduq, artıq məhsul adımız da burada hazır olmuş oldu, gördüyünüz kimi. Deməli, növbəti dərsimizdə artıq ambar var, məhsul var. Biz malların ambara qəbulunu, mədaxilini, çıxarışını, satışını, alışını mərhələli şəkildə eləyə biləcəyik. Növbəti dərs videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və bizi izləməyi unutmayın. Sağ olun, görüşərik.